İndiyədək 10.000 tona yaxın neft tutulub. Pula çevirəndə bu 5 milyard 625 milyon manat eləyir. Təsəvvürə gətirmək çətindir ki, bu qədər neft torpağın üstündə qalsaydı, bir neçə ildən sonra bu yerlərin günü güzaranı necə olardı? Amma arxayınlaşmaq üçün də əsas yoxdur. Ərazinin 689 hektarı belə çirkli sahələrdən ibarətdir. İndiyədək onun cəmi 100 hektarı neftli sulardan xilas edilib. Böyükşor gölünün səviyyəsinin yuxarı qalxması nəinki əhali arasında mədə-bağırsaq infeksiyalarının artmasına səbəb olmuşdur. Eyni zamanda çox qorxulu bir ekoloji vəziyyət yaratmışdır. Odur ki, sanitar epidemioloji xidmət idarələri, Bakı Gigiyena Epidemiologiya Mərkəzi, Böyükşorun demək, çirkab suların ora tökülməməsini nəzərə alaraq vaxtında demək, tədbirlər görür. O idarələrin çirkab suların ora tökülməsini qadağan eləmişdir. Biz apardığımız Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən apardığımız demək, kimyəvi, bakteriyoloji müayinələr onu göstərir ki, küllü miqdarda o çirkab suların içərisində demək, neft məhsulları aşkar olunur. Ondan başqa bakteriyoloji çox çirkli su hesab olunur o. Çünki kanalizasiya suları ora axır. Bakteriyoloji çirkli su hesab olunduğuna görə demək, bu kanalizasiya sularının orada 4-cü nasosya birləşdirib ümumi şəhər kanalizasiyasına axıdılması məsələsi də ən vacib ümdə məsələlərdən biri kimi qiymətləndirilməlidir. İndi mən belə fərəhlə deyə bilərəm ki, neçə illər bundan qabaq bu cürə qorxulu ekoloji vəziyyət yaranmış Binəqədi rayonunda demək, günü-gündən aradan götürülməyə axırıncı vaxtlarda başladı. 4-cü nasos instansiya, hansı ki onun 7 nasosları var, hamısı işə salındı. Çirkab sular Binəqədi qəsəbəsindən, Biləcəri qəsəbəsindən hamısı demək, böyük kanalizasiya sisteminə, Qovsana demək, verildi. Bunun nəticəsində
çirkəf sular demək axıdıldı kanalizasiyaya. Neft məhsulları, hansı ki o vagon yuyucu, buxarlayıcı stansiyadan meydana gəlirdi. Onların hamısı təmizləyici qurğulardan keçirildi. Orada küllü miqdarda indi neft məhsulları ayrıcana yığılır. Neft məhsulları orada demək ki toplanır. Ondan da yəqin ki istifadə olunacaqdır təsərrüfatda. Ancaq onu demək istəyirəm ki, Böyük Şor gölünə Binəqədi qəsəbəsindən, Binəqədi hissəsindən onun çirkəf suların axıntısı dayandırıldı. Bu isə əhalinin sağlamlığı baxımı ilə ən belə ümdə məsələlərdən biri idi. Odur ki, biz rayon icra hakimiyyətinin başçısı İnqilab müəllimə bütün səhiyyə işçiləri adından öz minnətdarlığımızı bildiririk ki, bu çox böyük vəsait sərf eləmədən rayonun özünün imkaniyyətlərindən istifadə edib, bəzi nazirliklərin, idarələrin demək imkaniyyətindən istifadə edib, Böyük Şorun demək çirkəf suların oraya tökülməsinin qarşısını alırlar. 21-ci əsr ərəfəsində Azərbaycanda ölü zona kimi tanınan Sumqayıta beynəlxalq birliyin diqqəti ölkə prezidenti Heydər Əliyevin bu şəhərdə xüsusi iqtisadi zona yaradılması haqqında qərarının gerçəkləşməsinə yönəldilib. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyevə təqdim olunan Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabatda deyilir ki, sənayenin fəaliyyəti nəticəsində və məişət şirkətləri ilə çirklənmiş torpaqların bərpasına, rekultivasiyasına yönəldilmiş bəzi işlər görülür. Bu mənada Binəqədi rayonunun təşəbbüsü təqdirə layiqdir. Neft müqavilələrinin gerçəklənməsi bu sahədə yeni, ekoloji cəhətdən təhlükəsiz texnologiyadan istifadə etməyə imkan verəcək. Bütün bu görülən işlərin nəticəsində aeroport yolu və aeroportun özü Böyük Şor gölünün altında qalması təhlükəsi aradan qaldırılır. Belə ki, əgər biz bu tədbirləri görmüş olmasaydıq, onda hal-hazırda aeroport yolu və aeroportun özü suyun altında qalmış olmalıydı. Ağsaqqalların deməsinə görə bu ərazi bağlı-bağatlı bir sahə olmuşdur. Adamlar bayram şənliklərini bu ərazilərdə keçirərdilər. Lakin son vaxtlar məhsuldar qüvvələrin körtəbii şəkildə yerləşdirilməsi nəticəsində 1000 hektardan artıq torpaq sahəsi yararsız vəziyyətə salınmış, ekoloji cəhətdən korlanmışdır. Məqsədimiz ondan ibarətdir ki, bu sahələri öz əvvəlki təbii vəziyyətlərinə qaytarmaq, burada gözəl, abad, 21-ci əsrin tələblərinə cavab verən gözəl bir qəsəbə salmaqdan ibarətdir. O qəsəbə nəzərdə tutulur ki, Biləcəri, Binəqədi və Rəsulzadə qəsəbələrin arasında yerləşən 450 hektardan böyük bir 450 hektardan ibarət olan bir sahədə salınsın. Və bu Bakı şəhərinin şəhərsalma qaydasında da, şəhərin gələcək inkişafı da bu istiqamətdə getməlidir. Çünki son 70 il ərzində bu zonada ümumiyyət etibarilə əhalinin say tərkibi 10 dəfə artmışdır. Lakin torpaq isə artmır. Ona görə də gələcək nəsil üçün torpaq lazımdır. Biz bu sahələri yararlaşdırmalıyıq və gələcək nəslin yaxşı yaşamasından ötəri onlara verməliyik. Bütün yollar vətəndən, doğma ocaqdan başlayır. Və nə vaxtsa bu yollar mütləq öz başlanğıcına qayıdır.
Bu yolların rahatlığı, təhlükəsizliyi isə onu qrup yaradan, onun qayğısına qalan insanlara xidmət etməlidir. Çünki təbiət yaratdıqlarının hamısını insanın rifahına yönəldir. İstərdik ki, sabah ya o biri gün hər cür çirkabdan, dərddən, bəladan xilas olan torpağımıza xoş məramla gələn müasirlərimiz şəhərini və ölkəsini ürəkdən sevənlərə qonaq gəldiyini hiss eləsin. Dünyanı yorub yolda qoyan, 100 ilin yükünü çəkən ixtiyar qocalar deyəndə ki, bir vaxtlar bu ərazidə bağlı bağçalı həyətlər, gül çiçəyə bürünən evlər vardı. Adamın heç inanmağı gəlmir. Çünki bu yerləri biz də belə görmüşük, bizim valideynlərimiz, övladlarımızdır. Amma övladlarımızın övladları çox güman ki, ulu babalarının xatirəsində yaşayan o cənnət məkanı təkrar yaradıb, qorumağı bacaracaqlar. Həyat torpaqdan, sudan, havadan və təbiətin yaratdığı bütün gözəlliklərdən ibarətdir deyilir. Bu gözəllikləri qoruyan isə insandır. İnsanın heç nə ilə əvəz olunmayacaq zəhməti. Bir vaxtlar bu göllərə hücum çəkən insan bugün onu qurudub, yararlı hala salıb nəsillərin, əsirlərin ixtiyarına verəcəklər. Və neçə il əvvəl istifadəsiz qalmış suyun altında min bir xəstəlik mənbəyinə çevrilmiş bu yerlərin görkəminə baxanda inana bilmirsən ki, qısa müddətdə göllər də qurudulub, burada yaşayan və bu yerlər üçün həmişə darıxan canlıların da həyatı xilası olur. Elə bil bu canlılar da insan əməyinin, insan zəhməti